Salam, hər vaxtınız xeyir. İndi sizlə 2024-cü il magistratura fevral qəbul sualına baxacağıq. Deyir ki, dərs üçün materiallar qrup 11 laboratoriya işləri qovluğunda işləyirdi istifadəçi. İstifadəçi bax bu laboratoriya qovluğunda işləyirmiş. Bax bunda. Sonra o qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı. Yuxarı qalxmaq bərabərdir geri sözünün. Adında qalsın. 2 səviyyə yuxarı qalxdı laboratoriya, qrup 11 dərs üçün materiallar. Gördünüz 2 səviyyə. 1, 2. Gəldi bura. Yaxud belə də deyə bilərsən. Slashlə də yadında saxlaya bilərsən. Bax, 1 slash, 2 slash. Yuxarı qalxdı, gəldi dərs üçün materiallar. Sonra deyir ki, mühazirələr qovluğuna bir səviyyə aşağı düşdü. Aşağı düşmək. İrəli deməkdir. İrəli get. Deməli, mühazirələr qovluğuna deyir, bir səviyyə aşağı düşərək daxil oldu. Deməli, dərs üçün materiallardan bir səviyyə aşağı düşərək mühazirələr qovluğuna daxil oldu da. Bayaq dedik ki, 2 dənə irəli, 2 səviyyə yuxarı qalxmaq 2 slash getməkdir. Da, düzdürmü? Gəlib dərs üçün material çıxmışam. İndi bir səviyyə aşağı düşmək 1 slash irəli getmək deməkdir. Onda belə çıxır ki, dərs üçün materiallar, burada mühazirələr qovluğu, mühazirələr. Oradan da deyir, giriş 4 failini sildir. Giriş 4. Deməli, onda bunun deyir ki, faili sildi. İstifadəçinin sildiyi failin tam adını müəyyən edin deyəndə diqqətli baxsan, dərs üçün materiallar, mühazirələr giriş 4, yəni C variantı olar. Deməli, yuxarı getmək geri getməkdir, aşağı düşmək irəli getməkdir. 2 səviyyə yuxarı qalxmaq 2 slash sola getməkdir, yəni geri getməkdir. 1, 2 gəlib dərs üçün materiala düşürəm. Bir səviyyə aşağı düşərək deyir, giriş 4-ü sildi. Bir səviyyə aşağı düşmək də 1 slash irəli getməkdir. Onda deməli, dərs üçün materialın içində mühazirələr var imiş də. Cavab olur C variantı.